İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. ARB 24-ün xüsusi müxbiri xəbər verir ki, Xocalının daha 2 kəndinə növbəti köç baş tutub. Bu mərhələdə Daşbulaq kəndində 9 ailə və ya 31 nəfər, Badara kəndində isə 6 ailə və ya 19 nəfər məskunlaşdırılıb. Hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri infrastruktur, elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam şəkildə bərpa olunub. Yeni mənzillərin açarlarının təqdimatında bildirilib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır. Onlara həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var. Bugün həmçinin Ağdərənin Vəngli kəndində 11 ailə və ya 45 nəfər məskunlaşdırılıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Şadam. Yoldaşımla gəlmişdim, uşaqlarımla gəlmişdim. İndi yoldaşım rəhmətə gedib, o da yaralanmışdı özünü müdafiə dəstəsində. İndi nəvələrimlə, qızımla qayıdıram. Şadam ki, mən bu gün vətənimə qayıdıram. 34 ilin həsrəti bitdi. Nəhayət biz vətənimizə qayıdırıq. Bilirsiniz, bunu yaşamaq, bu sevinci yaşamaq mən düşünürəm ki, qeyri-adi bir hissdir.